Mən Niyaz, Everçinar Investmentsdən hamını salamlayıram. Bu videoda özüm haqqında və Everçinar Investments haqqında qısa məlumat paylaşmaq istəyirəm. Növbəti videolarda isə özüm və Everçinar Investments haqqında ətraflı məlumatlar paylaşacağam. Özüm Everçinar Investments'in qurucusuyam və uzun müddətli Forex ticarətlə məşğulam. Everçinar Investments'in yaranması da buradandır və istiqaməti hesab idarəsi ilə bağlı olsa da, Forex ilə bağlı məlumatlar da Everçinar Investments'in sosial şəbəkə səhifələrində paylaşılır. Instagram səhifəsi, Facebook səhifəsi, Twitter səhifəsində Forex-də baş verən hadisələr barəsində, Forex özü nədir, necə əmələ gəlib, Forex-də ticarət edən ticarətçilər barəsində, traderlər barəsində ətraflı məlumatlar var, uğur hekayələri var və orada uğur hekayələrinin yanaşı motivasiya edici statlar var. Bəzi kitab tövsiyələri də mövcuddur. Bundan əlavə fikrim o idi ki, bu videodan sonra özüm haqqında və Everçinar Investments haqqında məlumatlar paylaşım. Lakin buna baxmayaraq son 2 gün kripto bazarda çalxalanma ki baş verib, insanlar ki təşvişə düşüb və neçə traderlər hesablarını itiriblər. Uzun zamandır belə bir hadisə baş vermirdi. Bu haqda istəyirəm paylaşım. Ona görə də bu videomu burada yekunlaşdırıram və növbəti videolarda görüşmək üzrə. Uğurlar hamıya.